Bismillahirrahmanirrahim. Oca Allah'ımızın buyurduğu Peygamberimiz sallallahu aleyhi ve sellemin bizlere çatdırdığı, gündəlik qıldığımız 5 vacib namazın hikmətini bizlərə Rasul-u Əkram belə izah edib, bəyan edib. Sübh namazı şeytanın fəaliyyətə başlamasının başlanğıcıdır. Şeytan sübh namazı vaxtı başlayır öz fəaliyyətinə. Onun üçün də hər kəs namaz qılsa, həman vaxt, o saatda, o zaman özünü ilahi nəzmdə qərar vermiş olacaq və şeytanın şərindən amanda qalacaq. Zöhr namazı. Bütün aləm Allaha təsbih deyir. Necə olar ki, mənim ümmətim Allaha təsbih deməsin? Bu vaxt, yəni zöhr vaxtı cəhənnəm əhlinin cəhənnəmə getdiyi vaxtdır. Onun üçün də hər kəs bu saatda, bu vaxt ibadətlə məşğul olsa, namaz qılsa, cəhənnəmdən sığortalanır, özünü cəhənnəmdən qorumuş olur. Əsr namazı. Adəm əleyhissalamla, Adəm babamızla Havva nənəmizin səhv etdiyi vaxtdır. Bizə vacib oldu ki, Allah buyurdu ki, bu vaxt namaz qılaq və deyək ki, biz Allahın, o uca yaradanın əmrinə tabeyik. Məğrib namazı. Həzrəti Adəmin tövbəsinin qəbul olunduğu vaxtdır. Biz də onun şükrü olaraq namaz qılırıq. Allaha ibadət edirik. İşə namazı. Bu namazı Allah Taala ümmətimin qədrinin aydınlaşması və rahatlığı üçün qərar verib, vacib buyurub. Allah həmd eləyir İzzət Cəlalına, qıldığımız namazları, etdiyimiz ibadətləri qəbul etsin. Əgər biz gündəlik vacib buyurulan 5 namazı yerinə yetirərkən o namazların hikmətini başa düşərək ediriksə, bu daha da gözəl alınar. Allah-u Teala tərəfindən daha tez qəbul olunar inşallah. Assalamu aleykum və rəhmətullahi və bərəkatuhu.